Sabahınız xeyir olsun. Bugün saat 05:54. Əslində yarım saat bundan qabaqdan oyanmışam. Dedim indi də vloqa başlayayım. Niyə görə bu saatda oyanmışam? İndi sizə deyəcəm. Yəqin ki qızlar, artıq siz bir çox vlogerdə, influencerdə bu çantanı görmüsünüz. Neçə vaxtdır mən onsuz da famillə səhər tezdən dəniz qırağına getmək istəyirdim. Çimmək üçün yox, sadəcə gəzmək üçün, nə bilim kofe iç, söhbət elə belə bir şey üçün. Dedim hələ hazır bu plyaj çantası gəlmişkən, bu PR box gəlmişkən, Garnier'dən gəlib bu arada. Ona görə dedim ki, elə gedək. Həm bunun üçün çəkiliş eləyərəm, həm də ki, özümüz üçün gəzərik. Artıq məhsulları məncə bir çoxlarınız bilirsiniz. Çünki bəzi blogerlər artıq paylaşıblar. Ayda bu mənim üçün göydən düşmə oldu. Bu uşaq üçün olsa da bunu üzə istifadə eləmək çox möhtəşəmdir. Yəni mən xarici blogerlərdə görmüşdüm. Onlar üzə vururdular bundan. Ona görə mən də elə üzümü bundan vuracağım. Artıq mənə 2 gündür gəlib bu PR paketi. Artıq 2 gündür məndədir. Bunu artıq istifadə eləmişəm mən. Bir də belə dəsmal var. Bunu elə indidən açım, aparım da orada açmayayım. Ümumiyyətlə qızlar, mən bu PR paketi çox bəyəndim həqiqətən. Çox qəşəng düşünülüb. Həm dəsmaldır, həm bu çantadır. Sonradan da yəni istifadə olunan şeylərdir. Ona biz gedirik dənizə. Sən evə bax, yaxşı, durub dənə evində işlərini gör. Yaxşı, yatışa baxayım. Çox yubanmayaq deyə evdə yemək yemədik. Həm də səhər tezdən elə çox da aclığımız yox idi. Ona görə banan götürmüşdüm. Kofe hazırladım. Belə qəşəng tökdüm termosa. Bir də ki, xoşbeş götürdüm və getdik. Üzümdə makiyaj yox, heç bir şey yox. Gördüyünüz kimi gözümdən də yuxu axır. Yəni üzümdən bəllidir ki, yəni mən yuxuluyam. İndi durmuşam və yola çıxmışam. Səhərlər durub harasa gedəndə həmişə nədənsə uşaqlıq illərim yadıma düşür. Kiçik bir xatırlatma idim. Əgər kanalıma abunə olmayan izləyicilərim varsa sizin aranızda, sizdən xahişim kanala mütləq abunə olun. Vlogun da əvvəlində dediyim kimi, bura gəlməkdə əsas məqsəd həm gəzmək, söhbət eləmək, həmçinindəki ən əsas məsələ Garnier'ın çəkilişini etmək idi. Bilirsiniz ki, atam tərəf Şuvalanlıdır. Mənim uşaqlığım da elə Mayak, Şuvalan buralarda keçib və biz həmişə bura gələndə burada həmişə bu ilanlar olub, su ilanıdır və adama həqiqətən də heç nə eləmirlər. Ona görə mənim üçün belə dənizdə ilan görmək çox adi bir haldır. Mayak çimərliyinin təmizliyini çox bəyənirəm, amma bir şey var ki, dənizin içində yosunlar olur. Plyajın şəraiti yaxşı olsa da yosunlar bir çoxları üçün problem yaradır. Yəni kimisi ayağına dolananda bilirəm ki, onlardan iyrənənlər olur. Bir də bir ərazi var, ora Şuvalan qayalığı gedir. Oranı da çox adam bilmir, yerli əhali isə çox yaxşı bilir. Çünki elə uşaqlığımız elə oralarda keçib. İndi son 1-2 ildir ki, yəni buranı məşhurlaşdırıblar. Artıq bir çox adam da buranı tanıyır. Buna da məncə sosial medianın gücü deyirlər. Bir tərəfdən yaxşıdır ki, bilməyənlər də bilir, öyrənirlər, gedirlər həmin ərazilərə. Digər tərəfdən isə həmin ərazilərin daim gizli qalmasını istəyən insanlar üçünsə bu problemə çevrilir ki, niyə deyirsiniz? Və voila, biz evdəyik qızlar. Atalar sözü var bir dənə türk dilində deyirlər. Erkən kalkan erkən yol alırdı. Nədir o məsələdir həqiqətən də. Səhər tezdən durduq, getdik, çəkilişimizi elədik, nə bilim, kofemizi içdik, söhbətimizi elədik, gəzdik falan filan. Sonra da gəldik evə, yolda biraz yatdım, yuxumu biraz aldım. Daha sonra gələn kimi duş aldım. Saçımı görürsünüz nə gündədir artıq, vız vız vız. Bir dənə çolkamı ukladka elədim ki, çox saçımı şey eləməyim. Həm də saça daimi isti tətbiq eləmək saça ziyandır. Deyirəm, əgər evdəyəmsə nə gərək var? Hələ də biraz yorğunluq qalıb üstümdə, açığını desəm qızlar. Amma ki, sizə bir şey deyim, heç vaxt eləmədiyim bir şey eləyəcəm. Ürəyim dəhşətli dərəcədə banan, nə deyirlər ona, şirniyyatı istəyir, o içi kəsmikli olur, ondan istəyir. Baxdım ki, evdə bir-iki şey var, bir-iki şey də Famil aldı. Famil deyir ki, elə gedək mağazadan alaq hazır. Dedim, yox, onu özüm hazırlayacağım. Nəsə özüm hazırlamaq istəyirəm. Ona görə dedim, hələ vloqa da çəkərəm, gedək bir yerdə hazırlayaq, görək necə çıxır. Qızlar, Yüngülvarı səhər yeməyi yedik, amma mən sizə həmişə göstərirəm, bax bu qara zeytun, necə ürək dolusu deyirəm, bax bu qara zeytun
Zeytun bir möhtəşəmdir. Reklam deyil qızlar. Bizim məhsulumuzdur. Həqiqətən o belə pis çıxmasın. Qurban olaram öz məhsulumuza. Çox qəşəngdir də. Mən bunu ilk dəfə qaynanamgildə yedim və o qədər xoşuma gəldi ki, neçə vaxtda biz ayrı-ayrı qara zeytun çeşidləri alırıq. Hətta keçən dəfə də birini sizə göstərmişdim. Saville idi, nə idi? Onu heç bəyənmədim. Heç qəşəng deyildi. Amma bu çox möhtəşəmdir. Yəni həm iri-iridir dəvəsi, həm də dadı çox qəşəngdir. Dənizdən gələndən sonra qızlar dırnağım bu hissədən belə qırıldı. Mən də hamısını kəsdim. Həm də kəsdim ki, indi burada xəmir yoğuracam. İndi başlayırıq şirniyyatı hazırlamağa. Xəmirini yoğuracam. Ona görə ev temperaturunda belə 200 qram yağ, 20-25% xama, yağlılığı 20-25 olmalıdır. 200 qram istifadə edəcəm bundan. Qabartma tozudur, undur mənə lazımdır. İndi xəmirini yoğuracam. Eşitmişdim ki, deyirlər, evlənəndən sonra yoldaşını fərqli cəhətdən kəşf edəcəksən. Çünki istər-istəməz insan insanla bir evin içində yaşayanda tamamilə fərqli olur. Amma bununla paralel həmçinin sən özünü də kəşf edəcəksən. Bu sözün həqiqi mənasında beləymiş qızlar. Məsələn, mən bilməzdim ki, evlənəndən sonra mənim müəyyən xarakterik özəlliklərim ön plana çıxacaq. Nə demək istədiyimi sizə indi izah eləyəcəm. Qızlar, görürəm ki, ələ yapışır. Belə başa düşürəm ki, unu biraz azdır. Ona görə yavaş-yavaş belə un əlavə edib yoxlayacağam. Ələ yapışmayan belə bir xəmir alındı. İndi bunu hissələrə böləcəm. Buranı qəşəng sildim. Onsuz da təmiz idi, amma indi xəmir bura qoyacağam deyə qızlar. Buranı qəşəngcə sildim, gəldim bura, çünki orada eləmək olmayacaq. Məktəb və universitet illərində daim dərslərimlə məşğul olmuşam. Mama da məni ev işlərinə çox da daxil etmirdi və daim şərait yaradırdı ki, mən dərslərimlə məşğul olum. Düzdür, bu demək deyil ki, mənə iş gördürmürdü. Çox qəşəngli iş gördürürdü. Amma nə qədər də olmasa, mən mətbəxə girim, tort bişirim, şirniyyat bişirim, ay nə bilim nə yeməklər bişirim, bunları eləməmişəm. Sizin əvvəlki vloqlarda bunu danışmışam, amma ola bilər yeni izləyicilər var. Bu arada xoş gəlmisiniz. Onlar üçün də deyim ki, mən 3-cü kursdan etibarən, yəni universitet illərində tək yaşamağa başlamışam. Qızlar, o birilərini başqa qaba qoyacağam. Bunları indi buzluğa atıram ki, 20 dəqiqə qalsın, biraz özünü tutsun. Hətta səhv eləmirəmsə 2-ci kursun 2-ci semestrindən. Tək yaşamaq deyəndə kirayə falan çıxmamışam, o da elə öz evimizdə. Sadəcə olaraq Şüvalandan hər gün 28 maya dərsə getmək mənə çox çətin gəlirdi. Elə universiteti bitirdiyim il çox şükürlər olsun Allahıma ki, yəni öz biliyimlə, öz savadımla gedib bir işə qəbul ola bildim. Bunu niyə görə belə deyirəm? Çünki Azərbaycanda həqiqətən də ilk işə girmək asan məsələ deyil. Yəni hamı səndən təcrübə istəyir, amma əgər səni heç kəs işə götürmürsə, bəs o təcrübə hardan qazanılacaq Allah bilir. Nəysə canlar, mövzumuz bu deyil. Yəni o illərdən bəri, sonra iş illərim olsun, universitet, iş belə 6-7 il demək olar ki, mən tək yaşamışam. Ona baxmayaraq yenə də mətbəxlə o qədər də belə haşır-neşir türklər deyil olmamışam. Yaxından, uzaqdan o qədər də əlaqəm olmuyor. Amma evlənəndən sonra ev işləri baxımından, xüsusən də mətbəx baxımından özümü kəşf eləmişəm. Düzdür, yenə də iş günlərində, o qədər də ev işlərində öz performansım özümə ləzzət eləmir. Çünki iş həqiqətən məni çox yorur. Amma məzuniyyət günlərimdə bunun dadını həqiqətən də çıxarıram. İlk dəfədə hazırlayıram bu banan şirniyyatını və belə başa düşdüm ki, bunun o püf nöqtəsi deyirlər, nə deyirlər? Yəni ki, əsas diqqət edilməli olan hissə odur ki, qızlar, soyuducudan çıxaran kimi kündəni tez bir zamanda onu yaymalısınız, içinə içiliyi doldurmalısınız, büküb qoymalısınız. Və fikir versəz görəcəksiniz ki, mən hər dəfəsində istifadə edən kimi qoyuram soyuducuya. Yəni buzluğa deyil, 20 dəqiqə buzluqda saxladım, o bitdi. Çıxarandan sonra isə artıq bir kündəni məsələn götürürəm, qalanlarını qoyuram adi soyuducunun içinə. Çünki əks halda biraz istidə qalan kimi başlayır artıq yapışmağa. Yerləşməyəcəyin fərqinə vardım. Buna görə bunları necə qoyaq ki, yerləşsin. Belə.
Belə qızlar hazırdır. Da əlimdən bu gəldi. Bu qədər də elə bildim. 2 dənəsi böyük alınıb. Bu ən böyüdür. İndi bunu qoyuram, bişsin. Bişəndən sonra daha da şişdi, biraz da böyük görsəndi. Ev üçün məncə problem deyil. Satdığa vermirik, bir şey eləmirik. Amma qızlar, bu reseptlə mütləq bir dəfə eləyin. Dadına doyum olmayacaq. Dadı çox möhtəşəm idi. Həm də pambıq kimi. Dənizə gedib gəlmək onsuz məni yormuşdu. Üstünə üstlük bir şirniyyat da hazırladım. Ona görə həmin gün həqiqətən də vlogu davam elətdirməyə enerjim qalmamışdı. Vlogun davamına isə rəsmə getdiyim gündən başlayıram. Bu gün çox maraqlı gündür mənim üçün. Çünki sən demə, rəsmdə mənim izləyicim də var. Bir neçə izləyici həm Instagram üzərindən direktdə, həmçinin də vloqlarımın altına yazıb məndən soruşublar ki, siz rəsmə hara gedirsiniz? Bu arada bu reklam deyil. Mən də hamı kimi aylıq ödəniş edirəm. Sadəcə bəyəndiyim üçün bölüşürəm. Darçın. Hər zamanki kimi sizə göstərirəm ki, keçən dərs mən nələr eləmişdim, rəsmim nə yerdə qalmışdı, bugün isə nələr eləyəcəm, ən sonda da göstərəcəm ki, neynədim. Neysə canlarım mənim, bayaqki söhbətimiz yarımçıq qaldı, indi ona davam edirəm. Biz bayaq sizə dedim ki, məndən neçə nəfər soruşub izləyicilərdən, mən də cavab vermişəm ki, hara gedirəm rəsmə və siz demə, onlardan biri artıq neçə dərsdir biz bir yerdə rəsmə gəlirik, mən bilmirdim ki, o xanım mənim izləyicim imiş. Çox şirin xanımdır, bəlkə də bu bizim üçün fürsət oldu, belə maraqlı keçdi, bir-birimizi tanıdıq və söhbət elədik. Anam da izləyir, ilk dəfə anam. Şöyle baxırdı, televizyona başım. Mama maşallah aktivdir. Mamaya da elə bu vlogdan salamlar. Videoda fərqli görsənirəm, hə? O ilk dəfə görəndə Tanımadı. belə oxşatdım. Başqası olar. Özüm yaptım. İndi mənə maraqlı qaldı. Görürsən, pis mi görsənirəm, yox? Həyatda daha qəşəng görünür. Doğrudan. Oy, təşəkkür edirəm. Bir insanın enerjisi mənə çox xoş gəldisə, onunla oturub saatlarla danışa bilərəm. Mənə deyirlər, çox danışırsınız xanım vloglarda. Danışmasam da maraqsız olar da. Məsələn, bax indi çəkirəm. 2 saat burada rəsm çəkirəm. 5 dəqiqəyə qoyuram ya qoymuram da, 12-sa da qoyuram. Hə, onun üstünə danışmasam, məsələn, boş-boşuna baxsalar maraqlı olar görəsən. Mən Çəkəndə biraz sakitləşib qulaq asın. Əsələn. Mən çalışıram ki, məsələn, maraqlı mövzulara toxunum. İzləyicilər də maraqlı olsun. Həm mənim fikirlərim, həm öz fikirlərini yazsınlar. Aktiv bir vlog olsun. Manifest videolarını. Hə, gələn dəfə maraqlı bir video çəkəcəm. Fikir vermişəm ki, youtuberlər və yaxud da blogerlər izləyiciləri ilə eyni ortamda olanda onları da çəkirlər videoya. Amma açığı həmişə utanmışam ki, qarşı tərəfə deyim ki, istəyirsiniz sizi də çəkim. Dəfələrlə olub ki, izləyicilərimlə qarşılaşmışam, söhbət eləmişik, şəkil çəkdirmişik, amma heç vaxt onları vloqa salmamışam. Amma məncə izləyicilərin də vloqun içində olmağı çox qəşəngdir və səmimidir. Əgər həmin şəxs üçün problem yoxdursa, mənə də çox xoşdur. Qızlar, sizə izləyicimin Dilşad xanımı da düzdür. Dilşad xanımın əl işini göstərim, necə gözəldir. Hələ özüm baxıram, çəkə-çəkə özüm ilk dəfə baxıram. Çox qəşəngdir, həm də rəngarəngdir. Həqiqətən belə rəsmlər olanda adamın ürəyi açılır. Mənim o əvvəlki rəsmimdə ancaq bir tonlar var idi, qəhvəyinin tonları idi. İndi ona görə mən də belə şey seçmişəm, rəngbərəng. Bunu çəkəndə amma ürəyim daha çox rahatlayır. Mən də rəsmlər işləmək istəyirəm. Ən çox da sarı rəng istəyirəm. Hə. Sarı, qırmızı, narıncı, çox qəşəngdir.
Növbəti dəfə üçün çəkəcəyim manifest seriyasına dair videonu mənim başqa bir izləyicim seçib, çünki o yazmışdı mənə, sırf bu istiqamətdə video istəmişdi. Mən də düşündüm ki, bu mövzu çoxları üçün maraqlı olacaq. Hələ ki söyləmirəm, inşallah çəkim sizlərlə bölüşəcəm. Keçən vlogda Instagramda qarşılıqlı olaraq bir-birimizi izlədiyimiz bəzi blogerlərə dair sizə bir sual vermişdim və həmin suala cavab verən bütün izləyicilərimin rəylərini oxudum. Sizə çox təşəkkür edirəm ki, fikrinizi bildirmisiniz. Bunu bir neçə dəfə də sizə demişəm, çünki mənə elə gəlir ki, mən adi bir video paylaşmıram. Elə bil öz yaxınlarımla, əzizlərimlə söhbət eləyirəm. Bunu da həmçinin həmişə deyirəm ki, sizin fikirləriniz mənim üçün çox önəmlidir. Belə oxşuyur, belə hər dəfəsində də verirdi. Baxdı bundan yeni. Çibrəlində olur. İndi də bir mövzuda sizin fikirlərinizi almaq istəyirəm. Buna görə də sizə bir sual verəcəm. Çox xahiş edirəm, səmimi fikirlərinizi yazın. Əslində bu mövzuda bəzi izləyicilərimin cavablarını artıq öncədən təxmin edə bilirəm, amma yenə də hamınızın fikrini istəyirəm. Dərsdən çıxdıq, Famillə görüşdüm, gəldik sinsiyə bir-iki ev əşyalarına baxmağa. Yadımdan çıxmamış qızlar, bir şey sizlə bölüşüm, elə sualımı da verim. Düz 2 il bundan öncə yadınızdadsa əgər, Temudan o qədər çox şey alırdım ki, 2024-ün yayından etibarən belə deyim. Və səmimi danışım ki, bir çox şeyləri lazım oldu olmadı alırdım, sırf videolarda maraqlı görünsün deyə. Düzdür, çox qəşəng baxış toplayırdı həmin videolar, mənə də çox ləzzət eləyirdi ki, nə qədər adam o videolara baxır, amma eyni zamanda bədxərclik eləyir. Elə bir həddə gəlib çatmışdı ki, hətta bəzi izləyicilər yazırdılar ki, mənə çox maraqlıdır ki, siz bu aldığınız şeyləri evdə necə yerləşdirirsiniz, hara qoyursunuz? Nəysə qızlar, uzun sözün qısası, demək olar ki, mən bir ildir, keçən ilin yayından etibarən alış-veriş detoksuna girmişəm. Yəni maksimum çalışıram ki, ehtiyacım olmayan heç bir şeyi almayım, israf etməyim. Yəni qızlar, burada bir təzad yaranır. Ehtiyacım olmayan bir şeyi almaq istəmirəm. Düzdür, mən də ala bilərəm 10 dənə yubka, 10 dənə paltar, 10 dənə şal var, amma buna axı nə ehtiyac var? Amma bununla paralel də istəyirəm ki, videolarım çox izlənsin. Nə yazıqlar olsun ki, Temu videoları daha çox izlənir. Hətta bəzi izləyicilərim də yazır ki, siz əvvəlki kimi alış-veriş etmirsiniz, maraqsızdır. Baxın, mən də qalmışam belə qızlar, bilmirəm neyniyim, mən yenə başlayım, o qədər şey alım, yığım, töküm və yoxsa elə bu siyasətimi davam elətdirim. Ehtiyacım olan şeyləri onsuz da alıram, onsuz da aldığım şeyləri də sizlərə göstərirəm. Amma həddən artığa qaçmamağa çalışıram. Öz fikirlərinizi çox xahiş edirəm, yazın, çünki sizin fikirləriniz həqiqətən mənə önəmlidir və bu istiqamətdə mənə çox yardımcı olacaqsınız. Burada çox qəşəng, estetik belə fincanlar tapdım. Sizcə də gözəl deyirlər? Buna bax, sən sevdiyin forma. Premium quality, coffee shop özdə. Bu dəfə paltarlara çox da baxmadım. Demək olar ki, heç baxmadım. Əslində tişörtlərə baxdım, normal şey tapa bilmədim. Ona görə də heç çəkmək istəmədim. Hərdən videolar çıxır qabağıma, 6 manata, 7 manata elə qəşəng tişörtlər alırlar ki, sinsəydən. Onu hardan tapırlar, heç bilmirəm. Və qızlar, biz gəldik evə. Lunadan bir söz soruşmaq istəyirəm. Luna, baxa bilərsən bura, zəhmət olmasa. Oy, yuxuludur. Sən tontonsan. Necə əsəbi, ay Allah. Yuxulu olanda heç qəşəng görsənmirsən, Luna. Bu da yatır. Qızlar, gözəl bir izləyicim sual verib ki, Luna, mənim pişiyim var, arıqdır. Luna kimi tonton deyil. Lunaya nə verirsiniz yeməyə? Ay qız, bura bax da səndən danışıram. Gəlin, gedək sizə bir şey göstərəcəm. Birinci işığı yandırın bu otağın. Hanı Lunanın. Famil elə yerə qoyub ki, mənim əlim çatmasın. Bunu silkələyəndə normalda Luna qaça-qaça gəlir. Elə eləyirəm ki, qoy yatsın, durmasın. Nəysə qızlar, şəklini bura qoyuram. Yeməyi budur. Kilosu 18 manatdır. Veterinarı tövsiyə eləmişdi bu yeməkdən almağı. Bunu isə almışıq sırf onun dərisi, bir də nə deyirlər ona, tüklərinin sağlamlığı üçün. Yəni ki, bunları verim. Xüsusi olaraq Lunanın kilo artımı üçün heç bir şey vermirəm qızlar. Qızlar,
Biz belə bundan gizlən qaç oynayırıq. Heç bilmirsən axı harda gizlənmişəm. Nə baxın. Telefon da bir fokuslaya bilmir ki, bir şey çəkəsən. Sən burada gizli. Ay Allah. Kaç geldim. Hanı bu bir şey? Hardadır bu bir şey? Ay. Buradasan, mən səni tapdım. Yaman yuxu gəlib mənə qızlar, amma ərinmədim, getdim mikrofonu qoşdum. Çünki bizdə zalda bilməm boşluqdumu, nədən irəli gəlir bilmirəm dəqiq, amma dəhşətli dərəcədə səs echo verir. İzləyicimə yola verdiyi kimi cavab olmasın, birdən də o fikrim var, onu deyim, ondan sonra gedəcəm. Bir də pişiyin arıqlığı, köklüyü həm onun genetikasından düşünürəm asılıdır. Eyni zamanda onun aktivliyindən də asılıdır. Yəni gün ərzində əgər pişiyiniz çox aktivdirsə, məsələn qaçır, oynayır, belə də yəni bildiyiniz aktivdirsə, onda həm pişiyin yəni çox tontiş, belə tonton olmasını gözləyə bilmərsiniz. Luna məsələn çox elə dəhşət aktiv pişik deyil. Belə həmişə vloqlarda görürsüz, belə cin kimidir, amma yəni o ancaq vloqda gördüyünüz hissəsidir. Luna özünü elə göstərirsə, amma əslində bütün günü yatır. Nəysə qızlar, yəni bütün günü tənbəldir əslində, yatan pişikdir. Günün ancaq müəyyən saatlarında oynayır, eləyir, belə aktivlik göstərir. Ona görə düşünürəm ki, onun kilosuna bu təsir eləyir. Nə gözəl uzanmışsınız ay xanım. Bu kimindir? Kimindir? İndi sizlə sağollaşıram, sizi çox sevirəm, bunu heç vaxt unutmayın. Gələn vloqlarda sizləri yenidən gözləyəcəm. Özünüzə yaxşı baxın, hələlik.